İzləyicilərimin hamısına salamlarımı yetirirəm. Bu günləri acı bibərin sirkəyə qoyulmasını hazırlayıram və sizinlə paylaşmaq istəyirəm. Demək, bax beləcə qırmızı və yaşıl rəngli acı biberləri yuyuram, soyuq su ilə hökməni yuyuram. Sonra isə 6-7 diş sarımsaq, 1 ədəd limon, azca bax beləcə noxud götürürəm və sözsüz ki, üzüm sirkəsi. Lazım olacaq bizə duz və 1 çay qaşığı şəkər tozu. Demək, bankaya yığmamışdan əvvəl mən təqribən 1 kiloqramlıq bankaya yığıram bugün bunu və yarım kiloqram acı biber almışam. İndi nə qədər tutsa, təqribən yarım kiloqramdan istifadə edirəm bugün. Əvvəlcə biberlər öz içərisinə sirkə dolsun deyənə, bax beləcə vilka ilə biberə vilka batırıram. Bax vilka ilə bunu bax beləcə belə edirəm. Tüm bunların hamısını eləyib əlimin altında hazır saxlayıram. Demək, tam çəngəllə bu göstərdiyim kimi biberləri bax beləcə çəngəllə içərisinə batırdım. Yəni ki, balaca kəsdim ki, içərisinə dedim sirkə dolmuş olsun. Sonra isə biberləri bir-bir bankaya yerləşdirirəm. Qoyduqdan sonra isə əlimlə bax beləcə çalışıram, yerləşdirim. Yəni çox da sıxmıram, lap belə sıxmıram ki, içərisində heç olmasa bax beləcə boşluqlar qalmış olsun. Hərdən bir aralarına yuduğum noxudu əlavə edirəm. Sonra isə yenə biberləri. Limon. Limonu artıq 1 ədəd limonu bax beləcə doğradım. Boş gözlənən yerlərə limon qoyuram. Hazır olduqdan sonra süfrədə limonu da, noxud da götürüb yedikdə dadlı olur. Bir-bir ardıcılıqla hamısını yığıram. Sarımsaqlardan atıram içərisinə. Belə. Beləcə, bax beləcə yığdım göstərdiklərimin hamısını səliqə ilə bankaya. 1 xörək qaşığı tam ağzına qədər doldurmuram. Duz istifadə edirəm. Bax belə duz. 1 çay qaşığı şəkər tozu. Sonra isə dediyim kimi üzüm sirkəsini ağzına qədər əlavə edirəm. Biraz da əlavə edib. Bax belə. Üzüm sirkəsini əlavə etdim. Sonra isə ağzını qapaqla bağlayıram. Sözsüz ki, plasmas qapaq deyirik və yaxud da ki, lak qapağı deyirik. Onunla da bağlamaq olar. Çalışıram ki, ağzını yaxşı sıxıram. Heç bir hava boşluğu içərisində olmasın. Sərin və qaranlıq yerdə saxlayıram. Deyə bilərdim ki, 15 gündən sonra artıq sirkəyə qoyduğum acı biber turşusu hazır olmuş olur. Süfrəyə vermək və yemək olar. Nəysə, bildiklərim bu qədər idi, sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənə yazmağı unutmayın. Hələlik.